Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyə Petrolleri Anonim Ortaklığı arasında imzalanan anlaşma memorandumuna uyğun olaraq insan kapitalı sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində növbəti birgə təşəbbüs həyata keçirilib. Bu çərçivədə SOCAR-da insan kapitalının idarə edilməsi və inkişafı sahəsində tətbiq edilən təcrübə və yanaşmalara dair 2 günlük seminar keçirilib. Proqramın davamında SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinə və Bakı Ali Neft Məktəbinə ekskursiya təşkil edilib. Bu təşəbbüs SOCAR və Türkiyə Petrolleri Anonim Ortaklığı arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, insan kapitalı sahəsində qarşılıqlı bilik və təcrübə mübadiləsinin genişlənməsinə xidmət edir.